Süd vəzlərinizdə aşkar olunan fibroadenomalar neçə aydan bir yoxlanılmalıdır. Təbii ki, əgər siz hər hansı bir həkimin müayinəsində olmusunuzsa, o sizə bunun haqqında məlumat verəcəkdir. Lakin əgər ilk vaxtlar süd vəzlərinizdə fibroadenoma aşkar etmisinizsə, bu zaman sizə mən məsləhət görərdim ki, mütləq şəkildə mammoloq, onkoloq müayinəsində olmalısınız. Çünki həkim bu fibroadenomada qanlanmanın olub-olmamağını müəyyən edəcək və bütün bunları nəzərə alaraq sizə müəyyən müalicə üsulları və yaxud da müşahidə. Müalicə üsulu kimi cərrahi müalicəni təbii ki, nəzərdə tuturam. Lakin qeyd edeyim ki, fibroadenomaların dərman müalicəsi yoxdur. Fibroadenomaları biz ya əməliyyat edirik və yaxud da nəzarət altında saxlayırıq. Nəzarət dedikdə 6 aydan bir kontrol həkim müayinəsini nəzərdə tuturam. Təbii ki, həkiminiz də sizə lazım olan müayinələrə sizi yönləndirəcəkdir. Lakin əgər süd vəzinizdə fibroadenoma aşkar olunubsa, sizə 6 aydan bir kontrol müayinəni məsləhət görürəm.